Mən İlham Nuri. Dinləyən hər kəsi salamlayıram. Heç simülasyonda yaşadığımızı eşitmisiniz? Ya da niyə simülasyonda yaşadığımızı deyirlər, bilirsiniz? İndi sizə bu haqda biraz məlumat verəcəm. Onun üçün simülasyonda yaşadığımızı deyirlər ki, ətrafımızdakı dünya insanların kollektiv olaraq təsəvvür etdiyi və formalaşdırdığı bir alandır. Yəni, belə bir şey deyim, sizə astral aləmlə, astral boyutla əlaqədar bir qədər məlumat verəndə, orada insanların o boyutda nələr bacara bildiyindən danışmışdım. Ancaq, əgər insanlar o səviyyəyə gələrsə, bu boyutda da onları bacara bilər. Çünki bizim sərhədlərimiz fiziksel olaraq var, ruhsal olaraq deyil. Ancaq biz fiziksel olaraq sərhədlərimizi aşa bilməyək deyə ətrafımızdakı bu görsəl, fiziki dünyanı mövcud saxlamağa çalışırlar. Yəni, əslində insanlar bir qədər daha inanclı və qərarlı olsalar, bu mövcudluğu, bu bəyənmədiyimiz gerçəkliyi və ya bəyəndiyiniz bu gerçəkliyi dəyişdirməyiniz mümkündür. Ancaq onda gərək sizin iradəniz bütün digər insanların kollektiv şəkildə olan iradəsindən daha sağlam olsun ki, siz özünüz üçün bu gerçəkliyi dəyişdirə biləsiniz. Burada söhbət yəni fiziki olaraq nəsə əldə etməkdən getmir. Yəni, əgər siz yetəri qədər istəyə bilərsinizsə, biri ilə telepatik olaraq əlaqə qura bilərsiniz və ya başqa nələr bacaracağınızı onsuz da yəni astral aləmlə əlaqədar danışdığım videoda demişəm. Ancaq bəs bu simülasyonun yavaş-yavaş bozulmağa başladığını bilirdiniz? Bəli, belədir. Yavaş-yavaş bozulmağa başlayır. Hətta simülasyon bozulmaları ətrafda daha görünür hala gəlir. Yəni, istərsəniz, diqqət edərsəniz və ya daha əvvəl görüb də sizi görsel olaraq yanıltdığını düşünmüşsəniz, əslində görmüş ola bilərsiniz. İndi isə simülasyon bozulmasına aid sizə 2 dənə misal verəcəm. Daha əvvəl televizor izləyəndə heç bir kanalın tutmadığı bir yerdəki o formanı görmüsünüz. Bəs ona bənzər bir şeyi ətrafınızda gördüyünüz olub və ya bir şəkili ortadan ikiyə bölüb birini bir qədər aşağıya sürüşdürəndə, bir hissəsini bir qədər aşağıya sürüşdürəndə tutarsız görüntünü təsəvvür edə bilirsiniz. Bəs ətrafınızda hər hansı bir yerdə elə bir görüntüyə bir anlıq belə olsun rast gəldiyiniz olub. Simülasyon bozulması bəzi hallarda belə görünür. Ancaq siz ona doğrudan da yəni belə görmüşəm deyə düşünüb yenidən bir diqqətlə baxsanız, görərsiniz ki, artıq orada deyil. Ancaq bu bizim kollektiv bilinci ora yönləndirməyimizdir. Yəni simülasyondakı bozulmanı əslində kollektiv bilincə ötürməyimizdir ki, burada bir bozulma var. Orada simülasyon özünü tələfi eləyir. Ancaq siz ora diqqət, yəni tam diqqət yetirmədən gözünüzün ucu ilə baxmağa davam etsəniz, oradakı o halın davam etdiyini görəcəksiniz. Simülasyon bozulması daha əvvəllərdə olub, ancaq daha nadir hallarda rast gəlinirdi. Amma mən belə düşünürəm ki, keçən il mart ayından bəri, mart ayından sonra simülasyon bozulmasının görünüş, yəni görsəllik sayı insanlara görünmə sayı artıb. Bu əlbəttə dünyanın dəyişikliyi ilə əlaqədardır. Dünyanın frekans, enerji dəyişikliyi ilə əlaqədardır. Biz də dünyaya uyum sağlayıb, dünya ilə bərabər dəyişməliyik. Əgər bilincimiz kollektiv olaraq dünyanın dəyişməsinə uyum sağlayarsa, onda biz azadlığı tapa bilərik, özgürlüyü tapa bilərik. Heç bir sərhəd olmadan azadca uça bilərik. Dinlədiyiniz üçün təşəkkürlər.